Ermənistana səfəri çərçivəsində Almaniya prezidenti Frank-Walter Steinmeierin rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bayrağı paylaşılıb. Paylaşım Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Belə ki, məsələ ilə bağlı Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman ötən gün Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilib. Yeniavaz.com xəbər verir ki, bundan sonra iki ölkənin prezident administrasiyaları və Xarici İşlər Nazirlikləri arasında təmaslar başlayıb və Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya prezidenti administrasiyasının rəhbəri dövlət katibi Dörte Dinger tərəfindən Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunub. Sitat: Federal prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib. Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir. Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi qəlbdən üzr istəyirəm. Sitatın sonu.